Qubadlının Mahruzlu kəndində Rusiyanın Həştərxan vilayətinin dəstəyi ilə məktəbəqədər təhsil müəssisəsinin inşası davam etdirilir. Ətraflı Qubadlıda olan əməkdaşımız Rauf Məmmədov xəbər verir. Qarşısında dayandığımız bu obyekt Həştərxan vilayəti hökumətinin dəstəyi ilə tikilir. Layihənin təməli ötən ilin dekabr ayında qoyulub. 80 yerlik uşaq bağçası 2 mərtəbədən, zirzəmidən və 3 korpusdan ibarət olacaq. Obyekt 0,657 hektar ərazidə inşa olunur. Tikili altı sahəsi 1906,6, ümumi tikinti sahəsi isə 2370 kvadrat metrdir. Layihə əsasən ərazidə yaşıllaşdırma işləri də aparılacaq. İstirahət güşələri və idman meydançası da yaradılacaq. Hazırda əsas tikinti işləri başa çatıb, daxili təmir işləri davam etdiriləcək. Bağçanın gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Bugün obyektlə tanış olmaq üçün Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru Denis Afanasyevin rəhbərlik etdiyi nümayəndə heyəti də Qubadlıya səfər edib. Azərbaycan tərəfi isə Abşeron rayon tərəfini isə daha doğrusu Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev təmsil edib. Denis Afanasyev bildirib ki, Həştərxan vilayəti ilə Azərbaycanı tarixi, iqtisadi, mədəni və mənəvi əlaqələr birləşdirir. Onun sözlərinə görə məhz bu dostluq münasibətlərinə əsaslanaraq Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə azad edilmiş ərazilərin bərpasına dəstək göstərməyi təklif edib və Mahruzlu kəndində uşaq bağçasının tikintisinə başlanılıb. Vitse-qubernator vurğulayıb ki, layihə heç bir iqtisadi məqsəd daşımır və yalnız dostluğun humanitar dəstəyin nümunəsidir. O həmçinin bildirib ki, gələcəkdə bu bağçaya gələcək uşaqlar Həştərxan vilayətinin Azərbaycanın yanında olduğunu bilməli, bu dostluq gələcək nəsillərə də ötürülməlidir.